24-cü testə baxırıq. Burada göründüyü kimi EHG-miz 5 voltdur, müqavimətimiz 12 ohmdur, daxili müqavimətimiz 0.5-dir və gərginlik istənilir. I bərabərdir EHG L plus R düsturundan EHG-miz 5, 12-nin üzərinə 0.5 gəlsək 12.5, əgər bölsək 0.4 amper alınır. O'muz da dövrə hissəsi ohm qanunu əsasən I-yə bərabərdir, yəni 0.4-dür. Erimiz də 12-dir. Bir-birinə vursaq 4.8 volt cavab alınacaq. Y variantı. 25-ci testdə dövrə qapandıqda voltmetrin göstərişi 3.6-dır. Açıldıqda isə 4.5-dir. Dövrə qapalı olanda voltmetr gərginliyi göstərir. Açıq olduqda EHG-ni göstərir. E-tanında O bölünsün EHG vur 100% düsturu var. Və buradan da 3.6-nı 4.5-ə bölüb 100%-ə vursaq 80% cavab almış oluruq. Yəni C variantı. Qapalı dövrədə etamız, gəlin bunu faiz hər dəfə 100 yazmamaq üçün bunu 0.7 deyək. Əvvəldən 100-ə bölək. Xarici müqavimətimiz böyük, erimiz 7-dir, daxili istənilir. Etanın R bölünsün R plus R vur 100% düsturu var. Biz əvvəldən 100-ə böldüyümüz üçün 0.7 bərabərdir. Xarici müqavimət 7-dir. 7 bölünsün 7 üstə gələk daxili istənilir. Çarpaz vursaq olur 4.9 üstə gələk 0.7 R bərabərdir 7. Buradan da 0.7 R bərabərdir. 7-dən 9.4 çıxanda 2.1 qalır. 2.1. R də bərabərdir. Buradan 3 ohm olacaqdır. D variantı. Qapalı dövrdə yenə də fiyəmiz etamız 0.8-dir. Daxili müqavimətimiz balaca erimiz 1-dir. Xarici istənir. Eyni düsturdur. Eta bərabərdir R, R plus R-dir. Etanın yerinə 0.8 yazırıq. Böyük erimiz bu səfər istənilir. Xarici müqavimət deyilir. R üstə gələ balaca erimiz 1-dir. Çarpaz vursaq, məxrəcə 1 desək, 0.8 R üstə gələ 0.8 bərabərdir R. 0.8 bərabərdir. R-dən 0.8-i çıxsaq, demək olacaq 0.2 R. Buradan da erimiz 4 ohma bərabərdir. 28-ci test. Gərginliyimiz O'muz 3.6. Dövrənin xarici müqaviməti daxili müqavimətindən, baxın, xarici müqavimət daxilidən 9 dəfə çoxdur. Mənbəyin EHG-si istənilir. Burada fikir versəniz, O'muz bizdə neçə göstərir? 3.6-dır. Və biz buradan belə bir əməliyyat icra edə bilərik. Bildiyimiz kimi I bərabərdir. Demək, U bölünsün R düsturumuz var. Digər tərəfdən də I bərabərdir. EHG R plus R düsturumuz var. Bu ikisini bir-birinə bərabərləşdirə bilərik. Yəni, EHG R plus R bərabərdir. U bölünsün R. Aha. İndi biz buradan, bizdə fikir versəniz, böyük yerimizi 9 R verir. Yerinə qoysaq, EHG, demək, erimizin yerinə yazırıq. Baxın, bax, bu veriləni 9 R olur. 9 R yazsaq, bu yerlə toplansa 10 R bərabərdir. U bölünsün. Bu erin də yerinə 9 R yazırıq. Rlərimiz ixtisar gedər. Çarpaz vursaq, U'muzu 10'a vururuq. Olur 10 U bərabərdir 9 EHG. Digər tərəfdən də U'muzu 36 verib. Yəni 360 bərabərdir 9 EHG. O da 40 volt verəcək cavabımız. 360'ı 9'a bölsək 40 volt. 29-cu test. 29-cu testdə mənbəyin qısa qapanma cəryanı şiddəti 12 amper verilib. Burada qeyd eləyək, I qısa qapanma 12 amperdir. Dövrənin xarici müqaviməti daxilidən 5 dəfə çox olarsa, və ya da xarici müqavimətimiz daxilidən 5 dəfə çox olarsa, qapalı dövrdə cəryan şiddətini istəyir. Bildiyimiz kimi, I bərabərdir EHG R plus R'dir. Sadəcə burada bizdə EHG-miz haqqında heç məlumat yoxdur. Bildiyimiz kimi, qısa qapanma cəryan şiddəti də EHG böl R'dir. Bizim də qiymətimiz 12 olaraq verilir. 12-ni yerinə qoysaq, buradan EHG-ni tapsaq, I qısa qapanmanı R-ə vursaq, bunun da yerinə verilən qiyməti 12 qoysaq, olur 12 balaca R. Gətirib burada əvəzləyirik. Baxın, 12 balaca R, çünki EHG-nin qiymətini 12 R aldıq. Aşağıda da bizdə verilir, baxın, böyük R-imiz 5 R-dir. Bu yerlə toplansa 6 R olur və ixtisar getsə 2 qalacaq. Cavabımız 2 amper olacaqdır.
30-cu testdə bu qrafikdə ən axırıncı qiymət EHG-dir. İ-yə yaxın olan ən sonuncu qiymətdən maksimal qiymətə İ qısa qapanmadır. Xarici müqavimətimiz 9 ohm olarsa, böyük erimiz də 9 ohm olaraq qeyd olunur və bizdən cəryan şiddəti istənilir. Baxın, buradan İ qısa qapanma EHG bölü R olduğu üçün buradan balaca R tapa bilərik. Yəni EHG-miz 5-dir, İ qısa qapanmamız da 5-dir. O zaman erimiz 1 olur. 5-i 1-ə bölsək 5 verər. Artıq erin də, balaca erin də 1 olduğunu tapdıq. EHG-mizin də 5 olduğunu bilirik. Onda cəryan şiddəti EHG R plus R düsturundan EHG-nin qrafikdən qiymətinin 5 olduğunu bildik. Erimiz 9-dur, bu da 1-dir, olacaq 10. O da 5-i 10-a bölsək 0,5 amper cavab olacaqdır. Qapalı dövrədən axan cəryan şiddətinin xarici müqavimətdən asılılıq qrafiki. Baxın, bu düstura görə təyin olunur. İ-R-lə göründüyü kimi tərsdir. Sadəcə müəyyən qiymətdən tərs götürülməlidir. Baxın, bu yenə də qısa qapanmanın qiymətidir. A variantı. Sabit cəryan mənbəyin sıxaclarındakı gərginin xarici müqavimətdən asılılıq qrafiki istənilir. Bildiyimiz kimi U İ-dir. İ'nin də yerinə EHG R plus R yazıb. Vur R. Baxın, bu düstura əsasən qrafikimiz o nerdən asılılığı bu formada ən son qiymət dediyimiz kimi EHG-ni göstərir. 33-cü testə baxsaq, mənbənin qısa qapanma cəryan şiddətlərini müqayisə edin. Bildiyimiz kimi İ qısa qapanma EHG bölünsün R-ə bərabərdir. Birinci hal üçün yazsaq, birinci halda EHG 1-dir, R-imiz də 2R-dir. İkinci hal üçün yazsaq, baxın, ikinci halda 3 EHG 1-dir, bölünsün R-dir. Bizdən tərəfə nisbət istənilir, 1 bölünsün 2, yəni EHG 1, 2R-i böləndə tərsinə vurmalıyıq. 3 EHG 1, yuxarıda R. Getdi, qalır 6-da 1, o da çarpazlasaq 6 İ1-ə bərabər olacaq. Baxın, bu variantda. Eyni şəkildə 34-cü testdə də bu formada tapırıq. Fikir versəniz, yenə də qısa qapanma eyni şəkildə icra olunur. Yəni İ1-in İ2-yə nisbətini götürürük. Birincidə İ1-imiz, yəni qısa qapanma ucuna yazmıram hər dəfə. EHG 1 bölünsün 3R-dir. İkincidə EHG 2, yəni 3 EHG 1 bölünsün nədir? R-dir. Bunu buna bölmək lazımdır. Yəni EHG 1 3R-i, baxın buradakını, böləndə buna tərsinə vururuq. 3 EHG 1, yerdə yuxarı qalxsa getdi, 9-da 1 qalır. Yəni 9 İ1. Baxın bu. Çarpazlasaq 9 İ1-in yanına düşür. Deməli. 35-ci testdə fikir veririk. Sıxaclardakı gərgin istənilir. Göründüyü kimi dövrədə ümumi müqavimət ilk öncə tapılmalıdır. Baxın, bu 6, bu 6, bu 6, bu da 6-dır. 3 dənə eyni müqavimət paralelsə birini götürüb sayına bölürük. 6-nı 3-ə böləndə burada eləyir 2. Çünki deyirəm, sayına bölürük, müqavimətlər bərabərdir. 2 isə 6-ya ardıcıl birləşir. Ümumi ardıcıl birləşmədə də ümumi erlər toplanır. Yəni ümumimiz 8 olacaq. Bildiyimiz kimi İ, EHG, R, ümumi böl üstəgəlsin R olur. Bir dənə olarsa R yaza bilərik, amma ümumi ümumini qeyd eləməliyik. EHG-miz 9-dur. R ümumimiz də göründüyü kimi 8-dir. Üzərinə gəlirik balaca R1, 9-9-a böləndə 1 amper. Və bilirsiniz ki, U da bərabərdir, İ, R ümumidir. İ'mizi 1 amper tapdıq, R ümumimiz də 8-dir, olacaq 8 volt qiyməti. Eyni şəkildə burada da, baxın, yenə də hər birinə bu səfər 3 verir. Birini götürüb sayına bölsək, 3-ü 3-ə bölsək 1 olur. Bu isə yenə də 3-dür, 3-lə 1-i toplayanda ümumi müqavimətimiz 4 olur. O zaman yenə də İ'ni EHG bölünsün R ümumi üstəgələk R-dir. EHG-miz oldu, göründüyü kimi verilib 18. R ümumimiz oldu 4. 4-ün də üstünə balaca R-i gəlir 2, olur 6. O da 3 amper olacaqdır. 37-ci testdə fikir versək, burada göründüyü kimi paralellik var. Paralellikdə birinin gərgini nə qədərsə, digərlərində də o qədər olur. Və bu hissə, baxın bu hissə, bu 4 olan hissə ardıcıl birləşib. Yəni buranın ümumi i'si buradakı i'yə bərabərdir. Yəni bunları cəmləsək buradakı i'ni verəcək. Çünki hər hissədən eyni qədər i keçməlidir. Çünki bu hissə 4-lərə ardıcıl birləşib. Baxın, biz ardıcılıqda i'ləri bərabər demişik. Bilirik ki, U da i-yə bərabərdir. Əgər burada müqavimət R, cəryan şiddəti 6-dırsa, buranın U'su 6 vurulsun R olacaq. Belə çıxır ki, bu hissələrdə 6 R olmalıdır. O zaman burada i'miz olacaq
6 olması üçün 3 amper. Burada i'miz olacaq 2 amper. Niyə? Çünki 3'ü 2'yə vuranda 6 er olsun, 3'ü 2'yə vuranda 6 er olsun. Budur üst əsası. O zaman bildik ki, baxın, buradan yuxarıdan 6 amper, aşağıdan 3 amper, ortadan 3 amper, aşağıdan 2 amper keçir. Və bunların cəmi qədər də bu rezistordan keçəcək. Yəni 6-nın üstünə 3, 9, üstünə görə 2, 11. Baxın, buradan keçən 11 amper olacaq. Odur ki, ampermetrimizdə 11 amper göstərəcək.